Önemli olan ibadetin özü değil. İbadetin Allah katında qəbul olması. Söz çox ola bilər, əməl çox ola bilər və s. Əsas əməllərin qəbuludur. Və mömin daima əməllərin qəbulu olması barəsində diqqət olmalıdır. Çünki Həsən el-Basri rəhməhullah deyir ki, mömin halı odur ki, mömin əməl eləyər və qorxar ki, birdən Allah qəbul eləməz. Münafiq isə heç bir əməl eləmədən arxayın olur. Ona görə Allah Subhanahu taala Quran-ı Kərimdə kamil möminlərin xislətlərindən danışarkən buyurur ki: "Vellezine yutuna ma atav və qulubuhum vacilet." O kimsələr ki, Allahın verin, Allah yolunda verirlər və qəlbləri qorxu içindədir. Ayşə anamız deyir ki, ya Resulallah, bu ayə oğurluq edən, pis iş görən, pozğunluq edən kimsə barəsindədir, yoxsa Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ey Siddiqin qızı, bu ayə oruç tutub, namaz qılıb, zəkat verib, qəbul olunmayacağından qorxan kimsələr haqqındadır.